İnsanlar var, görsən, biri-birinə bir kəlmə söz deyib illərlə onunla danışmırlar bir-birləri ilə. Barışdıra bilmirlər onları. Deyib elə zənn elə deməyibdi, yox, deməməli idi bunu. Bir kəlmənin üstündə küslü qalan insanlar var ki, o bu sözü deməməli idi. İnsanın arzusu, xəyalı budur. İnsanın hədəfi budur. Əgər insan bir kəlməni udub həzm eləyə bilməyəcəksə, bu böyümədi ki. Bu ümumiyyətlə insan nə üçün xəlq olmuşdu, başa düşmədi onu. Elə bildi tərslik eləməyə gəlib, elə bildi küslü yaşamağa gəlib. İnsanın xəyalı qabağa getməlidir, arzusu qabağa getməlidir. İnsan öz xəyalı ilə yaşasa, öz arzusu ilə yaşasa, qulağına söz girməyəcək. Sən nə qədər danışırsansa, nə danışırsan danış, o nəyi eşitmək istəyirsə onu eşidəcək. Çünki əgər insanın xəyalı başqa yerdədirsə, sən ona nə danışırsan danış, o öz eşitmək istədiklərini eşidir ancaq.